Sən bilən yaxşıdır ey Rəbb-i Kərim. Sən bilən yaxşıdır ey Rəbb-i Kərim. Sən vuran nəqşi pızanmaz eşki. Kəskinən ayrılığın ömrünü ya yarat ayrılığa bizdə çəkim. Yarpaq olmaz bilirəm yarpaqdan. Olmasa ya Rəb əgər səndən him. Sənin eşqində bəlalar hamısı səhlidir, səhl, ilahi, su içim. Şər'idə bir hökmü varımızdır ki, nəcasət-i qeyri mütəəddiyə, yəni özünü sənə, insana suvaşdırmayan mındarın üstündə əgər alım boyda təmiz secdə yeri tapılsa vacibi yubandırmağın, gecikdirməyin yeri yoxdur. Burada məmurun içərisində vacibi yerinə yetirməkdə dəğdəğə vardır. İçəri paydır, eşik bulaşıq. Amma qorx o gündən ki, hər bir yer gül kimi təmiz olsun və secdə qılmağa pah bir alın tapılmasın. Yəni, içəri fikir, düşüncə, bulaşıq olsun və eşik tərtəmiz. Az dərun xəbrab, az burun abad. Qur'an-ı Müteal Allah'ın insandan qəraətidir. Qur'an-ı Müteal Allah'ın insandan qəraətidir. Və insan bu əmrə bitməklə Allah deyənləri özündə oldurmalıdır, bitirməlidir. Həzzət Haq deyir, ey insan, mən səni özümə və üzümü üzünə tay yaratmışam. Sən lillahdansan və ona sarı da qayıtmalısan. İləyhi raciun. Və bu yolda mənə sarı gəlməkdə də özünə taylar ilə müsabiqə, yəni yarış etməlisən. فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ. Allah'ı gəzib axtaran məmur Allah'ın adresini itirsə, milyonlar il onu axtarsa da ondan uzaqlaşacaqdır. Onun ilahi siması get-gedə qarqınacaqdır. Yəni, bu nas ki, müteal Allah üç yerdə ona Rəbbin nas, Məlikin nas, İlahin nas, Rəbb, Məlik, İlah olduğuna güvənibdir. O adam olacaqdır ki, onun şərrindən Allaha pənah aparılmalıdır. İnsan bu sırrılar xəzinəsi olan əsrarlı, sırrılı mövcud. Demək olar ki, Həzzət Həqqin yazdığı Məsnəvidir. Məsnəvi, Səna yəsni, zərəbə babından Səna yəsni sözündəndir. Yəni, əymək, bükmək, ikiqat eləmək, üz-üzə çevirmək. İnsan Həzrəti Həqqin iradəsinin, günəşinin müqabilində kölgə kimi açılır, bükülür, yoxlanır və varlanır. İnsan
əmrin, Qur'anın ışığında özünü və çıxarlarını oxuyub, oxutdurub, Əl-Mümini Mir'at-ül Mümin oxutdura girək, ayna sınıb işçilərə. İnsan əmrin, Qur'anın ışığında özünü və çıxarlarını oxuyub, oxutdurub və oldurmalıdır. Amma bu özünü oxumaq və oxutdurub oldurmaq insandan taza bir qəraət deyil. Elə olsaydı, daha peyğəmbərlərin adı müzəkkir olmazdı, yəni yada salan olmazdı. Və Allahın da sənətinin naqisliyinə dəlalət eləyirdi. İnsanın da Qur'ana tay, okyanusa tay, ayrı-ayrı küllü dammayan qəraətləri ilk əzəldən insan ilə yaranıblar və o zərr aləmində onların hamısını oxuyandan sonra Ələsti sözünə bəla deyibdir. Zamanın barmaqları insan adlı bu kitaba varaq vurduqca ondakı çıxarlar özlərini göstərirlər. Ondakı çıxarlar özlərini göstərirlər. Necə ki, yeraltı olan zatlar zamanla özlərini eşiyə atırlar. Ha belə bəqada bu torpaqlı mövcudundan əkiztay və hamaşdır. Amma şəraitin qorununda muxtar bu mövcud özünü bəqaya ad eləməyə məmurdur. İxtiyarını göstərməlidir. İnsan məmurdur, arizi və qondarma nurlar. Onun qəraətini dəyişdirən yerdə, yəni onu əmridən qoyan yerdə muxtarlığının kəramətini görsətsin. Əmrə məmur olan birisi, əgər əmr sahabına riya eləsə, yəni özünün əmrə bitməsini görsətməsə, istər-istəməz şeytana riya eləyəcəkdir. Şeyx Zeynəddin Şəhid-i Saninin dediyinə görə, əmrə bitməyən birisi o məmura bənzəyir ki, ondan buğdanın arınması istənilibdir. Neçə gündən sonra o buğdanı arınmamış ərbabın qulluğuna gətirir və deyir, çünki mən qorxurdum ki, istənilən kimi buğdanı arıda bilməyəm, onu köhdən arıtlamadım. Belənki iki havalı olmaq insanın qəraətini əmridən dəyişdirir və bollu baş ağrıları və bollu baş ağrılarının da səbəbi olur. Azadlığı o ölkəndə deyirdi, mən yayınım, o yayınsın, sən yayın, yəni bəhrəbər olaq. Bu 5 günlük dünyamızda deyirdi, həm firiştə, həm dev olsun arxayın. Bu dörtlük təməddün daşını döşünə vuran dünyamızın qolay əhvalı halıdır. O deyir, şeytan da bizim kimi bir yaranmışdır, onun da nəfəs çəkməyə haqqı vardır. Əmr, devin dənini kəsməklə firiştəni bəslətmək istəyir. Əmr daha devi sırtıldıb başa almayır. Muxtar bu mövcud. Həzzət Həqqin məsnəvisidir. O kölgə kimi həq günəşinin önündə özünün iradəsini, muxtar bu mövcud. Həzzət Həqqin məsnəvisidir. O kölgə kimi Həzzət Haqq günəşinin önündə onun iradəsini özündə bitirməlidir. Amma bu işi yerinə yetirməsə,
ənə rəbbukumul əla səsləyəcəkdir. Və onun gözü, qulağı, dili daha Həzrəti Haqqın gözü və qulağı və dili olmayacaqdır. Mevlana'nın kitabının da adı Məsnəvidir. O Cenab Mevlana Hazretleri, o Cenab istəyibdir ki, Allah'ın Məsnəvisinin yoluna ışıq salsın və Qur'andan özgə ayrı-ayrı qondarma nurları yalan eləsin və ovuclarını açsın. O istəyibdir Qur'anın ışığında insanın unudulmuş özünü özünə tanıttırsın. O məsnəvisi ilə ilahi çıxarlarından fasilə açanlara gəlovuz və rahnuma olubdur. O fitrətin qızıl açarını insanların əlinə verir. Və elə bu yerdədir ki, rəhmətli Həzrət Əllamə Ustad Cəfəri arzulayırdılar ki, ay nə olayırdı ki, bu kitabın adı Məsnəvi yerinə Qur'anın mənzum açıqlaması olaydı. Mevlana'da olan Qur'ani dəğdəğə, onu kölgəni günəşdən, Məsnəvini Qur'andan, insanı Allah'tan və məxluqu Xalikdən ayrı tanıttıranlarla üzləşdirib duruşdurur. Kölgəni günəşsiz yeridənlərin hünərlərindən elm gəlir, qeybin qabağında durur. Və qeybi qırağa qoyduqca özünə ayrı qiraətlər axtarır. Elmi qeybidən ayrı bir durumda özünü tərifləsə, Allah'ın yaşıl qübbə və ulduzlu göğünün altında özünü bir coğrafiya tanıtdırır. Bu təzə qəraət get-gedə devlik elminə çevrilər və əmrin naqəsini peyləyər. Allah'tan suvay necə ki hər mövcudun varlığı evlənməklə baş tutur, məlum da məcburdur ki, qeyb ilə izdivac eləsin. Yoxsa ta dünyadır, mücəddərəd yaşamalıdır. Və bu təhər yaşamağın da arızələrinə dözməli. Məsnəvi insanı o birisi yarısı ilə tanış eləyir. Ta eşitdi haq sözün xeyrül bəşər, oxudu, saldı cəhavnə şur o şər, iqrə bismi rəbbikəl əla. Və oxudu, saldı cəhavnə şur o şər, yəni bütün məchulların sınırını, mərzini, adların aşdı və adların meracına getdi. Qopdu budəndən, ta eşitdi haq sözün xeyrül bəşər, oxudu, saldı cəhavnə şur o şər. Qopdu budəndən, şödən oldu bütün. Varkən bu dünyadan çatdı kökün. Mutu qəblə ən təmutu. Məsnəvi deyir, o oxumağı belə eşidərlər. Və hər eşidənə də eşidən deməzlər. Məsnəvi elənci oxumağın eşitməyinin yolu və yöndəmidir. Məsnəvi deyir, bu təhər eşitmək o təhər oxumaqla evlənə bilər. Yoxsa der nə yabədin suxənha quşe xər ta səfir حق نوا گفت اقرأوا گشت احمد بلبل بستان هو شد صفیرش هاتف باغ جنان هو روان شد در همه اجزای جان. او شنید اما به گوش جان شنید.
آنچه او میخواست او آنسان شنید. کوه‌ها سر برکشیدند از دمش، کاخها را زد شرر این خواندنش. مجمرش را گشت قیصرها سپند، وای وای طاق کسری شد بلند. فرش با عرش از دمش هم کاسه شد، بت گرفتار تب و تلواسه شد. با شنیدن میشوی یار نبی، نبی یعنی قرآن. با شنیدن میشوی یار نبی، بی şeniden میشوی nar نبی. Sağ olasınız. İnşallah bəhsimizin dalısını sonraki cələsələrdə tutacağıq. Məmnun.